Bugünkü dərsimiz olacaq, daha doğrusu dərsimizin davamı olacaq radioaktivlik, radioaktiv çevrilmələr. Nədir radioaktiv? Qeyri-stabil nüvələrin bəzi zərrəciklər buraxmaqla başqa nüvələrə, adətən də başqa kimyəvi elementə çevrilməsinə radioaktivlik deyirlər. Bu radioaktivlik həm təbii radioaktivlik var, həm də süni şəkildə ola bilər. Təbii radioaktivliyi Becquerel kəşf eləyib, süni radioaktivliyi isə Maria Curie kəşf eləyib. E, Radioaktiv şüalanma var. Radioaktiv şüalanma zamanı əsasən 3 zərrəcik şüalanır. Bunlar hansılardır? Bu zərrəciklər hansılardır? Alfa, beta və qamma şüalar. Yəni radioaktiv elementin tərkibində bu şüalar mövcuddur və bu şüaların siz tərkibini öyrənməlisiniz mütləq şəkildə. Alfa şüalarının tərkibi helium nüvələri selindən ibarətdir. Maqnit və elektrik sahələrinə az da olsa meyl edir. Müsbət yüklü şüalardır və nüfuz etmə qabiliyyəti aşağıdır. Bunları mən ağ lövhədə yazmıram ki, vaxtımız getməsin. Vaxtımızı daha səmərəli işlərə sərf edək. Və bunlar alfa çevrilmələrin qaydasıdır. Alfa şüaların tərkibidir və xassələridir. Beta şüalar hansılardır? Beta şüalar elektronlar selindən ibarətdir. Formulu da belədir. Y-1 0. Siz bu formulları əzbər bilməlisiniz. Y-1 elektronun formulu nədir? Protonun formulları mən sizə bizim dərslərimizə əvvəldən qoşulanlar bilirlər. Yüklü zərrəciklərin maqnit sahəsinin hərəkəti mövzusunda bu zərrəciklərin formullarını sizə demişdim. Axırda vaxt qalsa və yadımdan çıxmasa onları təkrar sizə deyəcəm. Nəysə, beta şüalar elektronlar selindən ibarətdir. Y-1 0 isə elektronun formuludur. Maqnit və elektrik sahələrinə az da olsa yenə meyl edirlər və mənfi yükə malikdirlər. Mənfi yüklüdür. Alfa müsbət, beta isə mənfi yüklü şüalardır. Sonrakı şüaların adı qamma şüalardır. Qamma yüksüz elektromaqnit dalğasıdır. Yüksüz elektromaqnit şüalanmasıdır. Elektrik və maqnit sahələrinə meyl etmir və fotonlar sistemindən ibarətdir. Və burada da yazıldığı kimi elektromaqnit dalğasıdır. Yükü də yoxdur. Yüksək nüfuz etmə qabiliyyətinə malikdir. İndi burada bu şəkil var. Alfa şüalarının elektrik və maqnit sahələrində meyl etmə şəkli var. Onu mən sizə indi ağ lövhədə izah edəcəm ki, o şüalar necədir. Daha çox bu Wilson kamerasında müşahidə olunur. İndi həmin o şüaların hansı alfa, hansı beta olduğunu sizə izah edəcəm. Buradan yazaq ki, radioaktivlik şüalanma. Radioaktivlik. Bu radioaktiv preparat var burada tutaq ki. Bunu belə qoruyucu qutuda yerləşdirirlər və hər tərəf deyək ki, hər tərəf X-dir. X nə idi şagirdlər? Yəni B vektoru, maqnit induksiya vektoru bizdən hara doğru idi? Bizdən şəkil müstəvisinə doğrudur. Buradan 3 şüa qopur. Bunlardan biri olsun alfa şüalar. Bu oldu alfa şüalar. Bu oldu düz gedən olsun qamma şüalar meyl etməyən. Bu isə olacaq beta şüalar. Bax, bunlar bu şəkildədir. İndi siz deyə bilərsiniz ki, müəllim, siz hardan bildiniz ki, alfa soldadır, beta sağdadır? Hə, indi onu belə deyirəm də, maqnit sahəsində yüklü zərrəcin işarəsini bilmək üçün necə müəyyən edirlər? Tutaq ki, yenə belə bir şəkildir. Bu zərrəciyin belə bir toxunanı var, tutaq ki, bu istiqamətdə, bu V istiqamətidir. Hər tərəfdə X-dir. Sol əl qaydasını tutursunuz, 4 barmağı tutursunuz sürət istiqamətdə, əlinizin içi də X-dir. Əlinizin içi X-dir, X formadadır. Sol əl barmağınızı 4 barmaq, sol əlin 4 barmağı sürət istiqamətdə yönəlir. Əgər baş barmaq çevrənin mərkəzinədirsə,
Deməli bu zərrəcik müsbətdir. Hal-hazırda bizim bu şəklimizdə alfanı biz çevrəyə tamamlasaq, belə bir çevrə. Bu 4 barmaq bu ox istiqamətdə V-dir. Görürük ki, baş barmaq mərkəzədir. Sol əlimizin içi X-dir axı. Hə, onda deməli alfa müsbət olur. Yox, əgər digər şəkilli deyirəmsə, bunu biz yüklü zərrəciklərin maqnit sahəsində xeyli söhbət etmişik. İndi bir dənə də çevrədir. Yenə də amma bu tərəfə fırlanır. Bax bu dəfə fırlanır. Yenə bunun toxunanını çəkirik burdan. İndi baxın, sol əlimizi tuturuq. 4 barmaq sürət istiqamətdə, hər tərəfdə X-dir. Əlimizin içi də X-dir. Görürəm ki, baş barmaq çevrədən çölədir. Baş barmaq çevrədən çölədirsə, deməli bu zərrəcik mənfidir. Biz də bilirik ki, beta mənfi, alfa müsbətdir. Bax, buradan bilirik. Təbii ki, bu qaydanı başa düşməsəz, təbii ki, bunu belə göz yaddaşı ilə nə etməlisiniz? Yadda saxlamalısınız. Amma bunu elektrik sahəsində bilmək daha rahatdır. Elektrik sahəsində bilmək rahat olacaq. Niyə görə? Çünki baxın, deyək ki, bu intensivlik xəttləridir. Bu tərəf müsbət, bu tərəf də mənfi. Burada da həmin radioaktiv preparatın olduğu qutu var. Buradan şüalar başlayacaq meyl etməyə. Bax, alfa şüa müsbət olduğuna görə mənfi qütbə tərəf gedəcək. Qamma şüalar yüksüz olduğuna görə düz gedəcək. Beta şüalar isə mənfi şua olduğuna görə bax bu tərəfə meyl edəcək. Müsbət qütbə. Kondensatorun deyək ki, müsbət qütbünə doğru hərəkət edəcək. Bu da elektrik sahəsindəki bunların nə idi? Hərəkətləridir. İndi alfa çevrilmədən, beta çevrilmədən və qamma çevrilmədən sizə danışacağım. Əvvəla sizə bir şey deyim ki, burada nətərdir? İndekslərin cəmi bərabər olmalıdır. İndekslərin cəmi bərabər olmalıdır nə deməkdir? Yəni bu burada düzdür qeyd olunmayıbdır. Mən əvvəlcədən deyim. Tutaq ki, elementin aşağı indekslərinin cəmi ilə yuxarı indekslərin cəmi bu oxdan sonrakılarla oxdan əvvəlkilərin cəmi bərabər olmalıdır. Məsəl üçün, bax, tutaq ki, X elementi ZA qoy elə izah eləyim, sonra deyərəm bu nə demək olduğunu. Çünki siz başa düşəməyəcəksiniz belə. Yazaq burada alfa çevrilmə. Alfa çevrilmə. Birinci dedik ki, alfa şüaların tərkibi nədən ibarət idi? Helium 2, 4 nüvələrindən ibarət idi. İndi şagirdlər, ta ki X elementi ZA alfa çevrilməyə məruz qalıb. Dərhal bura bir dənə Y elementi yazırıq. Üstə gəlsin helium 2, 4. İndi bayaq dedim ki, bu oxdan əvvəlki indekslərin cəmi oxdan sonraki indekslərin cəminə bərabər olmalıdır. İndi bu Y-in aşağısına mən nə yazım ki, Z-ə bərabər olsun? Mən aşağını deyəcəm. Siz yuxarını heç olmasa siz deyərsiniz də day. Aşağı deyirəm ki, aşağı olmalıdır Z minus 2. Çünki niyə elə olmalıdır? Bir dənə deyin də, aranızda demək istəyən varsa desin. Çünki Z minus 2 ilə, baxın, Z bərabərdir. Z minus 2 ilə 2-ni toplasaq nə olar şarkıda? Elə Z bərabər Z alarıq. Yəni bu oxdan əvvəlki indekslərin cəmi, oxdan sonraki indekslərin cəminə bərabər olmalıdır. İndi yaxşı. Bəs yuxarıya nə yazım indi mən? A nə yazım A şagirdlərim? minus Minus 4. 4. A minus 4. Aha. İndi burada gözəl bir mənzərə alındı. Gözəl mənzərə nədən ibarətdir? Deməli, alfa çevrilmə zamanı elementin yük ədədi və yaxud da protonların sayı neçə vahid azaldı gördüyünüz kimi? 2 vahid vergül kütlə ədədi isə gördüyünüz kütlə ədədi və yaxud nuklon sayıdır da, hə? Və yaxud nuklon sayı.
Nuklon sayı neçə vahid? 4 vahid azalır. Dərhal bir dənə nümunə. Ən çox radioaktiv element, ən çox istifadə olunan radioaktiv element uran elementidir. Uran elementi 92-ci sırada yerləşir. 92 238-dir. İndi onu alfa çevirməyə məruz qoyaq. Baxın şagirdlər, uranium elementidir. 92 238-dir. İndi məruz qoyduq alfa çevirin. Bura yazıram Y. Bura nə yazıram şagirdlər? Helium 2 4. Onda aşağı indeksə mən neçə yazmalıyam şagirdlər? Bir dənə deyə bilsəz sevinəcəm. 90, 90, A isə 90, 90. Yuxarı elementə yazmalıyam 134. 234. 234. Deməli element uranium elementi bax bu elementə çevrildi. Yəni gördüyünüz kimi kütlə ədədi 2 vahid, proton sayı isə 4 vahid azaldı. Hətta neytron sayı yenə 2 vahid azaldı. Ki hesablasanız tapa bilərsiniz. 238-dən 92 çıxanda neçə qalır? 234-dən 90 çıxanda. Bu bir qat alfa çevirməyə məruz qalıb. 2 qat olsa bura nə yazarlar şagirdlər? Əmsalına 2 yazarlar. 2 2 bir dənə də 2 qata çevirək məsəl üçün nə olacaq ki? İndi həmin element 92 238 2 qat alfa çevirməyə məruz qalaq. Onda belə yazarıq. 2 vurulsun. Helium 2 4. İndi 2 2-ni neçə eləyir şagirdlər? 2 2-ni 4 eləyir. Burada 92 olması üçün neçə yazmalıyıq? 88 yazmalıyıq. Yuxarıya da yazacağıq. 230. 230. 130. Bax 2 qat desə belə. 3 qat desə bu formada. Bax bu alfa çevrilmədir. Güman eləyirəm ki, alfa çevrilməni başa düşdünüz. Və ya məsəl üçün testlərdə, indi testlərdə də bəzi bir sıra məsələlər var. Və ya deyəcək ki, elementi neytronlarla bombardıman etdikdə. Siz neytronun formulunu bilməlisiniz ki, neytron 0,1-dir. Neytronu üzərinə gəldikdə, neytronlarla bombardıman etdikdə, element neytronu udduqda, bu kimi cümlələr görsəz, elementin üzərinə gələcəksiniz. Məsələn, deyəcək ki, uran elementi 92 238 neytronu udaraq naməlum element əmələ gəlib, bir də alfa şüalanma baş verib. Deyir ki, bu naməlum elementi tapın. İndi mənə kömək eləyə bilərsiniz, məsəl üçün. Məsələn, 92 isə 0 gəlsəz neçə eləyər? 92. Burada 92 olması üçün bura nə yazacağım? 90 yazacağım. İndi yuxarı eləyəcək 239. Bəli. 239-a tamamlamaq 135. 235 yazacağıq. Bax, buna deyirlər şagirdlər radioaktiv çevrilmə. İndi daha doğrusunu, daha dəqiqini inşallah testlərin üzərində daha geniş miqyaslı izah eləyəcəm bunu. Hələlik alfa çevrilməni burada saxlayırıq. Biz keçirik beta çevrilməyə. Beta çevrilmə, beta mənfi çevrilmə deməkdir, amma yazılmır, çox təəssüf olsun ki. Beta çevrilmə, beta mənfi çevrilmədir, amma beta mənfi sözü yazılmır. Amma mən yazıram, beta mənfi çevrilmə. Beta şüalar dedik ki, nədən ibarətdir? Mənfi 1, 0. Bu elektronun formuludur, bunu əzbər bilməlisiniz. İndi beta çevrilmə zamanı element nətər olur? Vəziyyət necə olur? İzah edirəm. Deməli, X elementi ZA beta çevrilməyə məruz qalıb, əmələ gəlib Y elementi üstə gəlinsin mənfi 1, 0. İndi Z-ə mən nə yazım? Z-ə mən nə yazım? Deyin. Z plus 1. Z, Z plus 1. Z üstəgəl 1 yazmalıyam. Çünki Z bərabərdir. Z bərabərdir deyək. X üstəgəl mənfi 1 olması üçün bu X-in yerinə nə dayanmalıdır? Z plus 1 dayanmalıdır ki, mənfi 1 ilə toplayanda yenə Z eləsin. Bax belə. İndi bir dənə nümunə göstərək yenə. Beta çevrilməyə aid nümunə. Elə element olsun ki, real həyatda müşahidə edədiyimiz bir çevrilmə olsun. Məsəl üçün,
Hansı element olsa yaxşı olar? Bir dənə radioaktiv element deyil. Radiumun formulunu bilmirsiniz şagirdlər? Radiumun formulu. Radium. Radiumun formulu 88 8, 226 imiş. 226. Radium elementi 88 226. Çevrilib beta çelmə. Dərhal bura y elementi yazırıq. Bir də yazırıq -1 0. İndi buyurun siz deyin. Olacaq 80 neçə? 89. 89. Yuxarı nə olacaq? 220. 226. Çünki burada A olduğu kimi qalır. Çünki yuxarı sıfırda axı. Deməli burada nə müşahidə etdik? Müşahidə etdik ki, beta çelmə zamanı elementin nuklon sayı, yəni kütlə ədədi dəyişmir. Kütlə ədədi dəyişmir. Proton sayı isə, yəni sıra nömrəsi və ya nə? Nuklon sayı bir vahid artır. Bu da beta mənfi çevrilməyə aiddir. Bəs neytron sayı nə olur şagirdlər? Məntiqlə deyə bilərsiniz neytron sayı. Neytron sayı da yadınızda saxlayın, bir vahid azalacaq. Bir var 226-dan 88 çıxasan, bir də var 226-dan 89 çıxasan. Bir vahid azalacaq neytron sayı. Buranı başa düşdünüz beta çevrilməni. Beta mənfi çevrilməni. Bəli, müəllim. Aha, Bəli. əgər başa düşdünüzsə, keçəyin biz indi beta müsbət çevrilmədən danışaq. Beta müsbət çevrilmə düzdür, kitabda yoxdur, amma testlərdə düşür bəzən. Beta müsbət çevrilmə pozitron selidir. Pozitronun formulu isə belədir. 1 0. Buradan yazım öyrənəsiniz. Pozitron. Elektronun antizərrəciyidir. X elementi ZA beta müsbət çevrilməyə məruz qalıb çevrilib Y elementi üstəgəl Y 1 0. İndi bura biz nə yazacağıq? Z minus 1. Minus. A'da olduğu kimi qalacaq. Onda gördük nə? Proton sayı bir vahid azaldı. Kütlə ədədi isə yenə dəyişmədi. Kütlə ədədi dəyişmir. Yəni nuklon sayı dəyişmir. Bax belə. Bunlar oldu şagirdlər, dəyərli şagirdlər. Alfa, beta, bir də qaldı qamma çevrilmə. Qamma çevrilmə dedik. Elə yüksüz elektromaqnit dalğasıdır. Qamma çevrilmə zamanı, qammanın formulu qamma 0 0-dır. Qamma çevrilmə zamanı elementdə heç bir dəyişiklik baş vermir. Elə olduğu kimi qalır. Y elementi qamma 0 0. Bir dənə də neytrino yaranır. O boş şeydir. Bilmə söz də olar. Elementə təsir eləmir. Burada yazacağıq Z və A. Deməli, qamma çevrilmə zamanı heç bir dəyişiklik baş vermir. İndi sizə danışacağım radioaktiv çevrilmə qanunundan, radioaktiv parçalanma qanunundan. Belə onu ora keçməmişdən qabaq biz nə izah eləməliyik? Yarım çevrilmə periyodundan danışmalıyıq. Yarım çevrilmə periyodu. İndi biz əvvəlcə yazaq, burada dərsin adını yazaq mütləq şəkildə. Dərsin adını yazırıq ki, yarım çevrilmə periyodu, yarım parçalanma qanunu. Yarım çevrilmə və ya parçalanma, yarım parçalanma periyodu.
Nüvələrin yarısının çevrilməsindən sərf olunan zamandır şagirdlər. Tərifi çox asandır. Nüvələrin bir var reaksiyaya girən nüvələr, bir də var reaksiyaya girməyən nüvələr. Nüvələrin reaksiyaya girəndə başqa nüvələrə çevrilir. O çevrilənlərə deyirlər çevrilmiş nüvələr, parçalanmış nüvələr. Reaksiyaya girməyənlərə deyilsə çevrilməyən və ya qalan nüvələr və ya parçalanmayan nüvələrin sayı. Bunların adlarını yaxşı öyrənmək lazımdır. Nüvələrin yarısının çevrilməsinə sərf olunan zamandır. Nüvələrin yarısının çevrilməsinə sərf olunan zaman. Yarım çevrilmə periyodu və ya yarım parçalanma periyodu böyük T hərfi ilə işarə olunur şahidlər. Və onun qrafikini görsəz, onun qrafikini, yəni yarım parçalanma periyodunun qrafiki böyük T'nin zamandan asılı qrafiki, kütlədən asılı qrafiki, N'dən və ya delta N'dən və ya delta M'dən bu kimi kəmiyyətlərdən asılığını görsəz, aslı deyil yazasınız. Aslı deyil. İndi mən sizə gəldim əsas məsələyə. İnşallah ki 2-nin üstü 3-ün 8 olduğunu, 2-nin üstü 4-ün 16 olduğunu, 2 üstü 5-in 32 olduğunu bilirsiniz. Bunları bilirsinizsə bizim işlərimiz çox rahat olacaq. Başlayıram. Yazıram ki T müddətindən sonra çevrilməmiş və ya parçalanmamış da deyirlər bəzən. Parçalanmamış nüvələrin sayı və ya yazaq kütləsi radioaktiv çevrilmə qanunu ilə tapılır şagirdlər. Düstur belədir. M bərabərdir. N0 vurulsun 2 üstü mənfi T bölünsün T. Biyologiya oxuyanlar bu hüceyrənin bölünmə düsturudur həm də. Yəqin ki, rast gəlmişsiniz. Kütləsi isə bu düsturla hesablanır şagirdlər. M bərabərdir. M0 2 üstü mənfi T bölünsün T. Bax, bu şəkildədir. Burada N0 və ya M0 nədir? Başlanğıc nüvələrin sayı və ya kütləsidir. Yəni, reaksiyaya girməzdən əvvəlki nüvələrin sayı və ya kütləsidir. Başlanğıc nüvələrin sayı və ya kütləsi. İndi burada çox gözəl bir mənzərə var. O mənzərəni sizin nəzərinizə çatdıraq. Tutaq ki, yarım parçalanma periyoduna bərabər müddətdə görək nüvələrin nə qədəsi parçalanacaq. Gəlin köməkli yazaq. M bərabər N0 2 üstü mənfi T'nin yerinə nə yazacağım mən? Balaca T'nin yerinə böyük T yazacağım. Bölünsün böyük T. N0 2 üstü mənfi 1. 2 üstü mənfi 1 nə deməkdir əziz şagirdlər? Deyə bilərsiniz. 2-də 1. Ay sağ ol. Olacaq N0 böl 2. Gördünüz? T bərabər T olanda nüvələrin yarısı çevrilməmiş qaldı. Yaxşı. İndi keçək T bərabər 2T olsa. Neçə olar siz deyə bilərsiniz şifahi mən hesablayana qədər? 4-də 1. 4-də 1. N0 2 üstü mənfi T yerinə mən nə yazacağım? 2T bölünsün T. Olacaq N0 2 üstü mənfi 2. 2 üstü mənfi 2 nə deməkdir? 4-də 1. Yəni 4-də 1-i parçalanmamış qalıb. Yəni 25%. T 3T olsa, onu da deyin. T bərabər 3T olsa 8-də 1. 8-də 1 olacaq. M bərabər N0 2 üstü mənfi 3T bölünsün T. O da bərabər N0 2 üstü mənfi
3. O da beraber n0 4. 8. 8 dəfə azalmış olacaq. T beraber 4T olsa daha uygunluğu bildüzdə. T beraber 4T olsa, T beraber 5T olsa nə qədər olacaq deyin siz. Hə, deyin n beraber olacaq. N0 böl neçə? N0 böl 2 üstü 4 neçə eləyir? 16. Hə? 16. Hə, T 5T olanda isə N0 bölür neçə? 32. 32. Aha, bunlar həmçinin m'lər də bu şəkildədir. Yəni bura olacaq M0 böl 2, M0 böl 4, M0 böl 8, M0 böl 16, M0 böl 32. Səkinə bir söz mü deyirsən? Buradan deyə bilərsən. Problem deyil. Yox, müəllim, əlimdədir. Hə, problem deyil. Tamam. İndi buradan nə görürsünüz? T'lər artdığı, bax, bu fikir verin, T'lər get-gedə artıb. T'lər artdığı zaman n'lər nə olub? Parçalanmayan nüvələrin sayı get-gecə azalıb. Deməli, burada bir azalma var. T artdıqca azalacaq. Bu azalmanı ifadə edən qrafik belə olacaq. Bu qrafiki öyrənin mütləq şəkildə. Grafikimiz nədən asılıdır? N'in T'dən asılığı. N'in, yəni parçalanmamış nüvələrin sayının və ya kütləsinin zamandan asılığı. Qrafik baxın bu şəkildə olacaq. Bura M0'a uyğundur, bura isə N0'a uyğundur. Sadəlik üçün bir dənə deyək ki, məsəl üçün T deyək ki, 3T olsa, mən bura nə yazacağam? N0 bölünsün 8 yazacağam. Burada da məsəl üçün N0 T 2T olsa, bura mən N0 bölü nə yazmalıyam? 4 yazmalıyam. Belə, bunlar radioaktiv çevrilmə qanununda çevrilməyən nüvələrin sayıdır. İndi isə yazaq ki, T müddətindən sonra çevrilən nüvələrin sayı. T müddətindən sonra çevrilən, yəni parçalanan, reaksiyaya girən, bax bunlar deməkdir. T müddətindən sonra çevrilməyən, üzr istəyirəm, çevrilən və ya parçalanan nüvələrin sayı və ya kütləsi. Dedik ki, n çevrilməyəndir. N0 isə başlanğıc nüvələrindir. Yəni ilkin nüvələrin sayıdır. Nüvələrin sayı. Biz onda başlanğıc nüvələrin sayından çevrilməyən nüvələrin sayını çıxsaq, onda çevrilən nüvələrin sayını tapa bilərik. Yəni, delta n ilə işarə eləsək onu, biz olacaq n0 minus n və ya kütlə ilə işarə eləsək, olacaq m0 minus m. Gəlin, indi verilənləri yerinə qoyaq. Delta n bərabərdir n0 minus n'in yerinə həmən o düsturu yazırıq. N0 vur 2 üstü mənfi t böl t düsturunu yazırıq. Ortaq olan nədir? Çıxsın çölə. Ortaq olan N0'dır. N0 çıxdı çölə. 1 minus 2 üstü mənfi t bölünsün t. Bax, bu da oldu çevrilən nüvələrin sayı. İndi bu düsturu səliqəli şəkildə təzdən yazaq və nə görək? Delta n bərabərdir N0 1 minus 2 üstü mənfi t bölünsün t. Delta m de olacaq. M0 1 minus 2 üstü mənfi t bölünsün t. İndi getdik. T'nin yerinə yazarıq biz, yenə t yazaq. T'nin yerinə t yazanda
Artıq bu düsturdan istifadə etmədən buradakı bildiyimiz qaydalarla gedə bilərik. Çünki bir çıxmaqla, əgər məsəl üçün baxın, 2də biri parçalanmamışdısa bayaq, 2 üstlərinə gətirəcək. 2 üstü 1-dirsə bu mənfi, o 2də 1 deməkdir. Deməli delta n 2də 1-i parçalanmamışdısa, elə 2də 1 də yenə parçalanmış olacaq. T 2T olarsa, T 2T olarsa delta n bərabərdir. Bayaq nə yazmışdıq? Bayaq yazmışdıq ki, 4də 1-i bunun parçalanmayıb. Deməli yerdə neçəsi qaldı? 4də 3-ü parçalanmış olacaq da. Çünki 4də 1 gedib bax. Çünki 2 üstü 2 neçə deməkdir? 2 üstü mənfi 2, 4də 1 deməkdir. Sonra T 3T olarsa neçə olacaq? Siz deyin də məntiqlə 8-də Eksi. 8'de 7. T 4T olarsa 16'da 15 olacaq. T 5T olarsa olacaq 32'də neçə? 32'də 31 mi olacaq? 32'də 31. N0. Kütlə də eyni qayda ilə m bərabər m0 böl 2 delta 2t olanda olacaqdır. Yenə m yazaq. Mən çalışdım, yenə m yazdım. Delta m bərabər olacaq. 4'də 3 m0. Burada 3t olanda da 8'də 7 m0. 4t olanda da 16'da 15 m0. Belə. Bunu da bildik. Bir də var elementin aktivliyi. Elementin aktivliyindən də sizə danışım. Elementin aktivliyi. Elementin aktivliyi nədir şagird? Bu arada ayda bu aktivlik üzr istəyirəm. Aktivliyə keçməmişdən qabaq bunun qrafikini bir dənəsə deyim. Ondan sonra keçək aktivliyə. Bunun qrafikinə baxsaq görərsiniz ki, zaman artdıqca çevrilən nüvələrin sayı da artır. Deməli, burada bir artım var. Amma bu artım düz mütənasib deyil. Çünki burada 2 üstü mənfi t funksiyası var. Riyaziyyatı dərindən bilənlər bu qrafikin necə əldə olunduğunu daha yaxşı bilirlər. Burada kökaltı fasondur bunun qrafiki. Delta n'in və ya delta m'in t'dən asılığı bu formada olacaq. Bu şəkildə olacaq. Bura m0-a qədər heç vaxt çatmayacaq. Burada n0'dır. Yenə də burada saat yaddaşlıq üçün də 2 dənə rəqəm qeyd eləyək. Məsəl üçün buraya yazmışam ki 3t. Əgər t 3 olarsa bura neçə yazmalıyam? 8'də 7 n0 yazmalıyam. Burada 2t yazsam burada yazmalıyam 4'də 3 m0. Bu qrafiklərdə öyrənsəz əla olar. İndi aktivlikdən danışa bilərik. Elementin aktivliyi. Aktivlik A hərfi ilə işarə olunur. Vahid zamanda çevrilən nüvələrin sayına deyirlər. A bərabər delta m böl t. Aktivliyin vahidi 1 böl saniyədir və ya saniyə üstü mənfi 1'dir. Buna da deyirlər Becquerel. Hertz yox, Becquerel deyəsiz buna. Bir Becquereldir. Becquerel təbii radioaktivliyi kəşf edən alimin adıdır. Aktivliyin də düsturu radioaktivlik çevrilmə qanunundan eynidir. A bərabərdir A0 vurulsun 2 üstü mənfi T bölünsün T. Məsəl üçün deyəcək ki, elementin aktivliyi 4 dəfə azalıbsa, aktivlik 4 dəfə azalıbsa, sən avtomatik tutarsan ki, T neçə T imiş şagirdlər? T 2 T imiş. 8 dəfə azalıbsa, avtomatik yenə tutarsan ki, T neçə T imiş? T 3 T imiş. Bax belə. Bu da aktivliyə aiddir.
İndi 3 dəqiqəmiz var. 2 dəqiqə 32 saniyəmiz qalıb zoomun atmasına. Ondan biz nə eləyə bilərik? Çox şüalanmanın udulma dozasından danışa bilərik sizə. Şüalanmanın udulma dozası. Şüalanmanın udulma dozası. Şüalanmanın udulma dozası D hərfi ilə işarə olunur. Vahid kütləli cismin şüalandırdığı enerjiyə bərabərdir. D bərabər Y bölünsün M. M burada şüalanmanın enerjisidir. Şüalanmanın enerjisi. M isə cismin kütləsidir. Şüalanmanın udulma dozasının vahidi joule bölünsün kiloqramdır. Buna da bir Gray deyirlər. Gray şüalanmanın udulma dozasının vahididir. Və şüalanmanın udulma dozası skalyer kəmiyyətdir. Düsturda olanlardan asılıdır. Yəni Y ilə düz, M ilə tərs asılıdır. Və dozimetrlə ölçülürlər. Dozimetrlə ölçülür. Şüalanmanın udulma dozası haqqında bu qədər. Dərsimizdə çox az bir hissə qaldı. Nüvə reaktoru qaldı. Nüvə reaksiyaları qaldı. Onları özünüz kitabdan oxuyarsınız. Gələn dərsdə giriş eləyərkən mən də bir-iki cümlə, daha doğrusu bir neçə cümlə bu barədə sizlə danışaram. Bugünlük isə dərsimiz bu qədər. Evdə atom fizikasının birinci başlığını yazarsınız. İndi mən sizə topludan şəklini çəkib atacağım.